Biz səndən günlərlə nə öyrənmişik? Döngələrin hesablamasını, döngələrin raşatını. İndi biz sağa dönərkən son maniyemiz nədir? Bardurun son Bardurun küncü. Bu bir. İki, Bardurun küncü ilə yəni sağda olan maniyə ilə Sərt yan, döngə deməli. Yaxın məsafə olduğu. yan məsafə nə qədərdir qızım? Az biraz. Nə qədər? Amma orada olsa 20 sant, 30 sant məsafə olur. 1 metr yoxdur ki. Yox, qəşəng. Deməli, yan məsafəmiz əgər 4-5 metr var idisə geniş döngə idi. 4-5 metrdən az, 1 metrdən çox olmuş olsaydı dar döngə, 1 metrdən də az olmuş olsaydı təhlükəli döngə idi. İndi bu necə döngədir? Təhlükəli. Təhlükəli döngə və bu döngələr dərsində də hər birinizə dediyim sözdür. Bu hardasa yazılan bir qayda deyil. Bu qoyduğum adlar qondarma adlardır. Siz anlaya biləsiniz deyə mən bu adlardan istifadə edirəm. Təhlükəli döngə. Təhlükəli döngələrdə nə vaxt dönürdü? Düz onun paralel olan kimi Kim paralel olan kimi? maşının üşüyəsi. Yaxşı. Geniş döngələrdə nə vaxt dönürdün? Geniş döngələrdə maşının üşüyəsi ilə dönürdüm. Paralel üşüyələrdə tam ortasına gəlib çatan ki, yox, sıx döngədə müəllim az məsafə olanı tam ortasına gəlib çatandan sonra dönürdük. Bax qızım, bir məsəl var idi, söz yəni işlətməmisənsə, sənin sahibsənsən, işlətməsənsə, tələsmə, fikir səsləndirməyə tələsmə. Beynində təhlil elə, götür, qoy, əmin ol sonra. Belə hesab elə ki, sənin bir yanlışın imtahandan kəsilməyi deməkdir. Tamam. Yaxşı. Deməli, təhlükəli döngələrdə avtomobilimizin yarısı maniyə ilə paralel olanda dönürdük və sükanı Tam sona qədər çevirdik. İndi baxaq görək bizim günlərlə öyrəndiyimiz o geniş döngə, dar döngə, təhlükəli döngə ki var idi. O bizə burada da lazımdır yoxsa yox? Təbii ki, arxa gedəndə. Bu bizə parklamada da lazım olacaq. Xülasə, indi əyləci burax. Nə qədər ki sağ güzgüdən həmən o maniyəni görürsən, bütün güzgüləri yoxlamaq şərti ilə. Bax sağ güzgüyə. İtdi mi o maniyə? İndi çevril, dönəcəyin yola bax. Avtomobilin yarısı Düz yolundan kəsişdi. Demək olar ki, biraz da yana keçdi. nə ilə kəsişdi? Dönəcəyimiz yox. Dönəcəyin yolda olan son maniyə nədir? Bardur. Bax. Divar deyil. Yerdəki bardurdur, düzdürmü? Deməli, bu stoykamız, bu dirəyimiz sonuncu maniyə ilə paralel olmalı. Sonuncu maniyədə bu, yəni divar deyil, yerdəki bardurdur. Davam elə. Kəsişdi. İndi oldu, düzdürmü? Bəli. İndi sizlər videoya baxanda düzgün rakursdan çəkilmir deyə elə bilirsiniz hələ çatmayıb, amma çatıbdır. Yəni əslində görə bilmirsiniz oranı. Yaxşı. Təhlükəli döngələrdə nə vaxt dönürdü? Yarısı çatanda. Yarısı çatanda. Nə qədər sükanı çevirirdi? Tam olaraq. Tam olaraq çevirirdi. Dinlə. İndi sükanı hansı tərəfə çevirəcəksən? Sağa. Getmək istədiyin istiqamətə. Bax oradan maşın gəlirdi. Getdi. Başqa bir sıxıntı yoxdur. Düzdür? İndi buyur, əyləci buraxaraq sükanı çevir sağa, axıra kimi. Axıra kimi. İndi burada bir şey də deyim sənə. Hər birinizə bu sözü demişəm. Hər birinizə. Dönəcəyiniz yola baxmadan dönməyin. Yəni, çevrilib baxmadan dönməyin. Bu baxış çox mühümdür. İndi həmən o izah elədiyim ilk dərsdə sükanı sağa çevirə-çevirə, sağa, sola çevirə-çevirə, sola baxmaq lazım oldu burada sənə. Demək lazım şey deyilmiş. İndi orada bir sıxıntı yoxdur ki. Yoxdur da. Əyləci burax. Burax. Və avtomobilin arxası sağa gedir. Önü hara gedir? Önü sola. Çevril, pəncərədən sola bax. Yox, güzgü yox. Pəncərə, çiyin baxışı var. Oradan gələn yoxdur ki. Tələsmə, davam elə. İndi çevril arxaya bax qızım. Arxa pəncərədən. Avtomobilin arxası, bax o darvazaya tərəf çevrilsin. Çevrildi mi? İndi sükanı düzləşdir. 1, 2. İndi biz hansı tərəfə getməliyik? Bax, götür, qoy, elə. Yolumuz hansı tərəfədir? Arxa istiqamətə getdiyisin. Yol haradır? Biz hara getmək istəyirik? Biz daldala o stadionu fırlanırıq. Tamamdır. İndi hara getməlisən? Sağ tərəf. Yaxşı fikirləş. Sol. Sol. Çevril bax, o güzgü sənə bir şey verməz. Sola dönərkən nə vaxt dönürdük mətanət?
Tamam da kesişmeyelim. Geniş döngü olduğu için benim. Yox. Demişdik ki, sağa döngələr fərqlidir. Geniş, dar, təhlükəli döngələr. Sola döngənin bir dənə raşotu var demişdik. Sola dönərkən gec dönürük. Avtomobilimizin arxası dönəcəyimiz yolun ortasında olanda dönürük demişdik. Düzdürmü? Bəli. Sükanı nə qədər çevirirdik? Bir dövrə. İndi sən arxa-arxa hərəkət elədiyin üçün avtomobilin, yəni önü ora sayılmır da, ora sayılır. Yəni avtomobilin arxası dönəcəyin yolun ortasında olanda bir dövrə sola çevir. Çevril ora bax. Davam elə. Çatdı. İndi döndər sola. Bir dövrə. Orada bir sıxıntı yoxdur ki. Gözü çək oradan, bax sağa. Bax sağ gözüyə. Davam elə. Qorxma, davam elə. Qarşıya da bax. Düz oldum. Düzləşdir. Dəymədin ki arası. Çıxmadın ki yolun soluna. Kiminsə yoluna çıxmadın ki. Yenə də öz yola düşdün, düzdürmü? İndi arxa qapının dəstəyi sarı xəttin üstündən geçsin. Ancaq bütün güzgülərə bax. Deməli, bizim günlərlə öyrəndiyimiz geniş döngə, dar döngə, təhlükəli döngə, bunlar əbəs yerə deyilmiş. Arxa-arxa sürməkdə də bizə lazım oldu. Bundan sonraki dərsimiz olacaq parklama əməliyyatları, orada da bizə lazım olacaqdır. İndi özün də məntiqlə düşün, Mədənət. Bir sürücü, elə xüsusda qadın sürücü, avtomobili arxa-arxaya sürüb, hətta arxa-arxaya deməzdim də, yəni mən bu dönmə əməliyyatlarını arxa-arxaya yerinə yetirə bilirsə, bu adam üçün nə var parklama əməliyyatını yerinə yetirməyə, parkovka eləməyə? Ehtiyac varmı hansısa, misal üçün, şəxs gəlsin, sənə kömək eləsin ki, biraz sağa, biraz sola gəl. Düzgün öyrənmək lazım, düzgün öyrən, eyb yox, gec öyrən. Kiməsə də möhtac olma. Biraz sağa, biraz sağa elə. Aha, indi yavaşca dayan. Maniyədə biri oldu, amma maşında olduğu üçün mənliyim. Mətənət, dönəcək yol hansı tərəfdədir? Arxa-arxaya gedirik, sağa. Sağda. Bəli. Çevrin sağa bax. Oradan yox. Elə arxa pəncərədən də baxa bilərsən. Dönəcəyin yolu görürsən. Gördük. Sonuncu maniyə nədir? Maşının arxası. Dəqiq. Maşının Birazca bırax tormuzu. Bırax rahat ol. Nədir son maniyə? Dönəcəyin yola bax. Dönəcəyin yola bax. Yol hardadır? Orada deyil. Bəli, bəli. Nədir son maniyə? Ağacın altı bardır. Bardır. Deməli bu maşın deyil. Sonuncu maniyə ilə hesab götürürük. İndi həmən o maniyə ilə bardurla sənin yan məsafən nə qədərdir? 4 metrdən artıq olduğu üçün geniş dairə. Geniş döngədir. Geniş döngələrdə qabaq-qabağa süründü. Nə vaxt dönürdük? Güzgümüz ondan paralel olaraq. Yenə tələsirsən, Mətənət. Yenə tələsirsən, tez cavab versən, yanlış cavab versən. Söz xatirinə söz demə. Dinlə. İrəliyə doğru hərəkət eləyəndə geniş döngələrdə, yan məsafəmizin çox olduğu döngələrdə nə vaxt dönürdük? Cavab ver. Güzgü mənim. Yaxşı, bəs dar döngələrdə nə vaxt dönürdük onda? Bəs təhlükəli döngələrdə nə vaxt dönürdük? Təhlükəli dönərdi, başının ortasına. Bəs dar döngələrdə? Qızım, geniş döngələrdə avtomobilin ön hissəsi, burnu sonuncu maniyə ilə paralel olanda dönürdük və sükanı bir dövrə çevirirdik də, düzdürmü? Dar döngələrdə güzgümüz paralel olanda dönürdük. Təhlükəli döngələrdə isə avtomobilin yarısı. İndi bu necə döngədir sənin Geniş üçün? döngə olduğu üçün. Geniş döngədir. Geniş döngələrdə avtomobilin önü. İndi biz arxa-arxa hərəkət etdiyimiz üçün avtomobilin arxası. arxası. Avtomobilin arxası bəsəradır. Sən indi arxasını görə bilmirsən, rahat. Bax, bu orta dirək ki var, orta stoyka. Bu maşının yarısıdır. Bundan sonra olan dirək ki var, stoyka görsən, arxa qapının qurtaracağı sonu. Kəmər var ya orada. Bax, o
dirək, yəni o stoyka maşının arxasıdır, belə hesab edin. Həmən o stoykamız o maneəyə çatanda deməli avtomobilimizin arxası da ora çatır. Niyə? Çünki sən qızım oradan çevrilib çəpəndazı baxırsan da, başa düşdün mü? Əslində maşının arxası ora deyil. Sən buradan oturub baxdığın üçün sənə uyğun görüntü budur. Deməli bu deyil, bundan sonraki stoykamız, dirəyimiz həmən o maneə ilə paralel olanda dönəcək. Sükanı nə qədər çevirəcək? Bir dəfə. Ələcə vuraq. Çatmamısan ki? Çevril sola bax. Bax sola. Cəld bax. Qızım. Çevril bax. Güzgüyə baxmaq tamam gözəl şeydir. Ancaq mən sənə dediyim fikir, səsləndirdiyim fikirdə güzgüyə bax demirəm. Çevril bax deyirəm. Zaten siz qadınlarda bu problemdir. Bu mövzuda özünü təkmilləşdir. Siz əyləşirsiniz sükana, bax budur. Hərəkət eləməlisiniz. Başa düşürsən? Yəni hər şey sənə güzgü göstərə bilməz. Bu çiyin baxışı mütləq lazımdır. Əyləci bıraq. Soldan gələn yoxdur ki. Yenə güzgüyə baxırsan. Mətənət. O yolu yoxlamalısan. Nə anam? Bax, bax, bax. O yol. Yoxdur ki gələn. İndi çevril tərsən bura bax. Çatdı mı? Çatdı, itdi. İndi döndər. Bir dövrə sağa. Burada bir sıxıntı yoxdur ki. Xeyr. İndi sol güzgüyə bax. Görsən orada ağ maşın dayanır. Bax gör bu gedişlə ona dəymirsən ki. Dəymirsən. Qarşıya da bax qızım. Dəymədin də ona düzdür. İlk qarşıya da bax. Avtomobilimiz düz oldu mu? Bəli. Gəlin, gəlin, gəlin siz keçin. Düz oldu, indi sükanı düzləşdir. İndi qızım, bax sağ güzgüyə. Hara getdi çıxdı maşın? Sola. Yəni normal öz yolumuza dönmüşük, sağdayıq. Amma məsəfə olaraq biraz aralıda o baxımdan solda. Yenə də yolun sağına düşdük. Yenə də bax arxa qapının dəstəyi demək olar ki, hüdud xəttinin üzərindədir. Yəni 2 üstə gəlir, 2 4 eləyir, 5 eləmir. Sən bu hesablamalara, yəni bu raşotları bilsən, bunlara düzgün şəkildə riayət eləsən, irəliyə doğru hərəkət eləyərkən də düzgün şəkildə dönə biləcəksən, geriyə hərəkət eləyərkən də düzgün şəkildə dönə biləcəksən, parklama əməliyyatlarını da düzgün yerinə yetirə biləcəksən. Aydın oldu? Aydın.